bu günlərim Ağdam rayonunun Ballar kəndində gözəl bir balamızın evində qonağıq. Balam, özünü təqdim elə. Mən Ağdam rayon Ballar kəndində qalıram. Mən Əzov Fatimə. Balam, neçənci sinifdə oxuyursan? 4-cü sinifdə oxuyuram. Neçə yaşın var? 9 yaşım var. Balam, ən çox sevdiyin dərslərin hansıdır? İngilis dili dərsidir. Sevdiyin müəllimin kimdir? İlkana müəllim. Biz də buradan təşəkkür edirik İlkana müəllimə ki, özünü bu cür sevdirib şagirdlərinə. Balam, böyüyəndə kim olmaq istəyirsən? İngilis dili müəllimi. Bildiyimizə görə fəxri fərmanların da var. Qabaqcı şagird olduğun üçün, ata-anan sevindirdiyin üçün biz də sənə təşəkkürümüzü bildiririk. Ata-anan haqqında nə deyə bilərsən bizə? Atam musiqi müəllimidir, daha doğrusu qarmon müəllimimdir. Mənimlə çox gözəl rəftar edir. Anam isə piyano müəllimidir. Musiqiçi ailəsindəyik biz bu günlərim. Mənə də çox gözəl rəftar edir. Boş vaxtlarında nə ilə məşğul olurdun? İngilis dilinə keçdiyim dərsləri təkrar edirəm. Qardaşımla oynayıram. Balaca qardaşın da yanında əyləşibdir. Balam, böyüyəndə dedin İngilis dili müəllimi olmaq istəyirsən. Bəs buradan öz yaşıdlarına nə demək istəyirsən? Həmişə yaxşı oxusunlar, atasının, anasının fəxri olsunlar. Dərslərlə həmişə belə yaxşı rəftar etsinlər, oxusunlar dərsləri. Bəs atana nə demək istəyirsən burada? Onları çox istəyirəm. Sənlə hər zaman fəxr eləsinlər. Biz də səni çox yormayaq, çox sağ ol. Bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun.